Əmirül Müminin Əli əleyhissalam yeganə şəxsdir ki, Beytullahda dünyaya gəlib. Nə ondan öncə, nə ondan sonra bu fəzilət bəşər övladına, Bəni Adəmə nəsib olmuyor. Hətta tarixdə bir neçə dəfə cəhd eləyiblər. Üzr istəyirəm analarımdan, bacılarımdan, bizi izləyən hər kəsdən. O iki canlı olan xanımların, bətnində övladı olan hamilə xanımın azad olmasına, yaxın olmasına, Kəbənin içərisinə daxil ediblər ki, Əlidən bu fəziləti alsınlar. O qədər inatkarlar olub, o qədər qəlbində hiddəti, xüsuməti olanlar olub. Hətta bəzi yerlərdə var, mənbələrdə var, 9 ay əvəzinə 11 ay, 13 ay, övlada da bətində bir şey olmayıb, amma orada da dünyaya gəlməyib. Aliyyun vəlidül Kəbə. Əli Kəbədə yeganə dünyaya göz açandır. Odur ki, nə ondan əqdəm, nə ondan öncə, nə də sonra Kəbədə bəşər övladından, Bəni Adəmdən Kəbədə dünyaya göz açan olmayıb.